Paytaxtın səsindən uzaq, amma bir o qədər də yaxın. İlk dəfədir ki, çəkiliş qrupu ilə biz Bülbülə kəndinə qonaq gəlmişik. Tarixi, 1906-cı ildə Bülbülədə birinci dəfə olsun məktəb burada açılıb. susan daşları və danışan insanları ilə. Yanında xanımı, yanında nökəri. Burada dəfn olunurlar. Unudulmuş hekayələr, Sevdiyiniz insanların mənfi cəhətlərini də sevin. Çünki bir gün o da olmayacaq. açılan qıfıllar, 7 quyu deyil, ən dərin quyu budur. 48 metrə. və piano arxasında meyxana deyən sənətkar. Xəzər bizim kəndə qonaq gəlibdir, salıbdı bülbüləyə maraq gəlibdir. Paytaxtın səs-küyündən biraz uzaq, amma bir o qədər də içində. Biz bu dəfə Bakı kəndlərinin özünə məxsus ruhunu daşıyan bir ünvana, Bülbüləyə gəlmişik. Əmircanı gəzdik, dolandıq, amma gölün bu bir tərəfində olan Bülbüləyə gəlməsəydim olmazdı. İlk dəfədir ki, çəkiliş qrupu ilə biz Bülbülə kəndinə qonaq gəlmişik. Siz isə Bakı gündəliyinə baxırsınız. Bura təkcə bir yaşayış məskəni deyil. Bura yaddaşdır, tarixdir və zamanın izini qoruyub saxlayan canlı bir kitabdır. Hər addımda sanki keçmişdən gələn bir nəfəs duyulur. Bu dar küçələr, köhnə daş evlər və həyətlərdəki yaşıl tut ağacları, hamısı bir nağılın içindən çıxmış kimidir. Bülbülə kəndinin adının bülbüllərlə bağlı olması təsadüfi deyil. Deyirlər ki, o vaxtlar o qədər burada çox bülbüllər olublar ki, insanlar hətta onların səsinə qulaq asanda böyük bir zövq alarmışlar. Bir musiqi kimi səslənərmiş. Bu rəvayətlərdən biridir. Amma Bülbülə kəndində rəvayətlər həddindən artıq çoxdur. Mən indi bir-bir çalışacağam ki, onlardan ən maraqlarını sizə çatdırım. Bülbülə adını saf bulaqlarından alıb. Hələ o bulaqlar danışmasa da burada yaşayanlar danışacaq. Bu kəndin hekayəsini öz dilləri ilə, öz səsləri ilə bizə söyləyəcəklər. Hətta Bülbülə şorunun ətrafında şirin sulu bulaqlardan birini Pülpül adlandırıblar. Başqa bir rəvayətdə isə deyilir ki, eramızdan əvvəl təxminən 335-325-ci illər arasında Makedoniyalı İskəndər Zülqərneyn öz qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu yerlərə Buli-Buli deyiblər. Abbasqulu Ağa Bakıxanov öz Gülüstan-ı İrəm əsərində yazır ki, xalq arasında belə bir rəvayət məşhurdur ki, Əmircan, Bülbülə və Ramana kəndləri xan kəndidir. Bir çox şəhər və kənd xarabaları Həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli 3 imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri Bülbülə kəndindəki imamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olub. Bütün bu yazılardan Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək olmasa da məlum olur ki, bu kənd qədim tarixə malikdir və müqəddəs yer kimi tanınıb. Bu fikri hazırda kənddə yaşayan əhalinin müxtəlif yerlərdən gəlməsi də təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, miskərlik, daşyonan, dabbağlıq, maldarlıq, əkinçilik, bağbanlıq, qalayçılıq da olur. Bülbülə kəndindəki bu məkan adi bir yer deyil. Əzəməti, səssizliyi və mənəvi cazibəsi ilə yaddaşlara həkk olmuş Məhəmməd Sadiq İmamzadəsi. Rəvayətə görə burada 5-ci imam, İmam Mühəmməd Bağır, onun övladı Məhəmməd Sadiq, xanımı və onların yaxın xidmətçisi dəfn olunur. Bu torpaq min illərin sirrini içində saxlayan bir məkandır. Bura sadəcə bir türbə deyil, könül dayanacaqdır. Ziyarətə gələnlərin susqunluğu burada danışır. Dua ilə keçən illərin arxasında bir inanc, bir sevgi, bir bağlılıq yatır. Birinci Şah Abbasın dövründə burada inşa olunub. Seyyid Nəcməddin adında bir kəsin maliyyəsi ilə, köməyi ilə bura icra olunub. Sözsüz ki, bu formada olmayıb. O dövrə məxsus olan kimi olur. Amma fərq eləmir. Bu abidədir. Burada ortada dəfn olunan Cəfər Sadiq əleyhissalamın nəvəsidir. 7-ci imamımız İmam Musi Kazım əleyhissalamın oğlu. Qərib Ağa İmam Rızanın isə qardaşıdır. Yanında xanımı, yanında nökəri.
Çünki o dövrdə imamlarımız hara gedirdi, yanında onların nökərləri, imam balaları hara gedirdi, nökərlər onlardan ayrılmırdı. Şeyh Kazım Əleyhisselamı 5 zindan dəyişib ağa. Çünki o zindanda yatanda bütün müsəlmanlar ki onu tanıyırdı, hətta orada zindanda işləyənlər belə öz yeməklərindən ağaya biraz yemək verirdilər, onlar əlavə edirdilər ki, ağa yesin. Bunu başa düşürdülər, ona görə 5 dənə zindan dəyişib, o zindana, qeyri zindana bu cürə ağanı məsələn keçirdiblər. Axırıncı zindanda artıq onun yeməyinə zəhər qatılıb. Elə ki, Musa Kazım Əleyhisselam zindanda zəhərlənib və onun bütün balaları didərgin düşüblər və Bilbilə kəndinə də təsadüf edib ağanın qədəmləri. Burada onlar nə zəhərlənib, nə döyülüb, nə söyülüb, Allahın verdiyi vaxtı gəlib dünyasını dəyişiblər və burada dəfn olunublar. Bura Sovet dövründə, yəni bizim gördüyümüz yox, bizdən qabaq-qabaq Sovet dövründə istəməyiblər. Artıq cəmaat ki, gəlib ziyarət eləməyə, başlayıblar buradakı sökülsün, dağılsın. Bura Dağıstandan gəlib, təlim olunmuş. Bunlar hamısı danışdıqlarım bizdə kağızda var, elə belə danışmırıq. O dövrdə Dağıstandan təlim olunmuş əskərlər gəliblər, onlar da kitab əhlidir, yəni Quran əhlidir. Elə ki, gəlib biliblər ki, burada imamın balası dəfn olunub, əllərini belə toxundurmayıblar, çıxıb gediblər. Sonradan gəlir bura, zindanda ölüm hökmünə məhkum olunmuşları gətiriblər. Sözsüz ki, onların vəziyyəti öldürülməyiblər, amma öldürülsən ondan yaxşıdır. Yəni, orada qalıblar, nə əziyyət çəkiblər. Çox hiddətli olublar, əsəbi olublar, gəliblər burada dair nə görə lazımdır, dağıntı eləyiblər. Kənd cəmaatının gözü qarşısında, kənd cəmaatı sözsüz ki, çalışıb ki, bunlardan azad olsunlar, bunlar çıxsın, getsin. Yaralanan da olub eşitdiyimə görə, ancaq gücləri çatmayıb. İmamzadə öz hökmündə davam edir. Günün bu gününə qədər rayonlardan belə, Ərəbistandan belə gəlirlər, Rusiyadan gəlirlər, ağanın qəbrini ziyarət edirlər və burada nə də olur, nə də danışırıq, nə edirik, amma şəriətin hökmü ilə, ağaların yaşadığı dövrlə, onlara olan zülümlər ki, aşkar olur. Çox şükür olsun ki, indi heç nəyə təzyiqi yoxdur. Ziyarətə gəlirlər, yola salırıq necə lazımdır. Allah Taala'nın verirəm izzəti, cəlalinə, əzəməti, hörmətinə nə qalıb onlardan bizə, biz də onu istəyirik, davam edək. Davam edək ki, hər bir şey yaxşı olsun, sırf İslam dini qüvvədə olsun və cəmaatımız biri-birinə mehriban olsunlar. Bir balaca tikələrini bölsünlər. Bax, İmam elə onun səcərəsi yox, daha doğrusu bu İmam Hüseyin Əleyhisselamın səcərəsindən gəlib çıxıb. İmam Hüseyin Əleyhisselam görüb ki, biri bir vəziyyətdə dayanıb ki, onun üzündən məzlumluq dökülür. Yaxınlaşıb deyib, sən kimin oğlusan? Deyib, məsələn üçün filan kəsin. Deyir, mən deyirəm də oxşatdım səni ona, mən ondan borc almışam. Amma gözümə dəymir neçə müddətli. İndi nə yaxşı səni gördüm, bu pulu verirəm sənə, ondan aldığım pulu. Ağladı o pulu onu əlindən alanda, dedi sənə qurban olum. Nə gözəl vaxtda bunu mənə çatdırdın ki, mənim buna ehtiyacım vardı. Görürsünüz, mən istəyirəm bizim xalqımız elə olsun. Bir-birinə əl tutsunlar, bir-birinin pis günündə yaxınlaşsınlar. Daha gözləməsinlər, getsinlər, desinlər filan kəs. Mənə 5 manat verir, çünki o da utanır, insandır. Biz orada çəkiliş aparanda əməkdaşımız mənə yaxınlaşdı. Dedi ki, ziyarətgahın yanında dayanan bir ağsaqqal doluxub divara söykənib. Biz ona yaxınlaşdıq. Dedi ki, yaxşı deyiləm, gedək başqa yerdə danışacağım. Onun sözlü adama oxşadığını mən də hiss elədim. Ziyarətgahdan uzaqlaşdıq, gəzdik, dolandıq, dedi ki, bura yaxşıdır.
Gedib skamyada əyləşdi. Daha sonra yenidən hər şey yadına düşdü və yenidən doluxdu. Dedim, axı niyə doluxmusunuz? Səbəb nədir? Mən atamdan, babamla eşitmişəm. Orada məktəbin yerində ziyarətgah olub İmamzadə. 87-ci ildə Allahın köməkliyi ilə mən ora ayaq açdım. Eşitdiklərimi üzə çıxartdım. Orada 18-ci əsrə aid kitaba vardı. O kitabını mən götürdüm. O kitabı əsasən işlərimi gördüm. Ziyarətgahı təbliğ elədim, üzə çıxartdım. 14 pilləli pilləkəndir, 14 pilləli pilləkən. Bir kitabə də vardı, Nəqşli kitabə. Və ikinci kitabə 1623-24-cü illərdə Şah Abbasın əmri ilə qoyulan orada kitabə idi. O kitabın üzərində yazılmışdı. Bu müəzzəm Alıqapını tikilişinə əmr verib, əzəmətli Şah Abbas Əl-Hüseyn, Şeyx Nəcməddin və oğlu Şeyx Kəmal, miladi tarixi ilə 1623-24-cü ildə. O kitabə büyündə durur. Sonra bizə aydın oldu ki, bu ağsaqqal zamanında orada işləyən insanlardan biri olub. Elə kövrəlməyinə əsl səbəb də elə bu imiş. Orada keçdiyi xatirələr. Daha sonra isə o bizimlə digər xatirələrini bölüşdü. O ziyarətgahı açanda, biz ayaq qoyanda ora bizim ata-babalarımız yadımıza düşdü. Onlardan tarix, xatirə qalmışdı. O hər pili, deməli, yer altında qazılmış pilləkənlər sağ tərəfdən 1, 2, 3, 4 pillə sökülməmişdi. 4 pillədən sonra pilləkənlər sökülmüşdü. Şəxsən mən öz Allahın köməkliyi ilə, öz bacarığımla o pilləkənləri abad elədim. Ziyarətgah üzə çıxdı. Azərbaycandan kənarda yaşayan Azərbaycanlı müsəlmanlar oranı ziyarət edib. Dəvə karvanları gəlib ora. Piyada gəliblər Azərbaycan hər bir nöqtəsindən. Azərbaycan hər bir yerindən ora ziyarətgahı gəliblər. Gəncə ziyarətgahı bura ilə qardaşdır. Tarixə görə, rəvayətlərə görə biri yazılıb ki, 5-ci əsrə məxsusdur o pilləkənlər. Bir kitabda yazılıb 6-cı əsrə məxsusdur. Və o kitabə durur. İndi harada durur, mən bilmirəm. Mən nə adı qulluq eləyirdim. O kitabə mənim otağımda idi, əlimdə idi. Şəbəkə şəklində Nəqşli kitabı idi. Sağ tərəfdən pilləkənləri də pəntələ bilirlər. Ağsaqqal danışdıqca daha da kövrəlirdi. Qərara gəldim ki, onu çox üzməyim. Ona görə dualar etdim, sonra isə yolumu davam elədim. Paytaxtın səsindən uzaq, amma bir o qədər də yaxın. İlk dəfədir ki, çəkiliş qrupu ilə biz Bülbülə kəndinə qonaq gəlmişik. Tarixi, 1906-cı ildə Bülbülədə birinci dəfə olsun məktəb burada açılıb. susan daşları və danışan insanları ilə. Unudulmuş hekayələr, Sevdiyiniz insanların mənfi cəhətlərini də sevin. Çünki bir gün o da olmayacaq. açılan qıfıllar, 7 quyu deyil, ən dərin quyu budur. 48 metrə. və piano arxasında meyxana deyən sənətkar. Xəzər bizim kəndə qonaq gəlibdir, salıbdı bülbüləyə maraq gəlibdir. Bir ağbirçək də var ki, o müsahibim olacaqdı. Amma dedi ki, səni bir küçə var. Bax, orada gözləyəcəm. Dedim, yaxşı. Daha sonra niyə bu küçədə görüşdüyümüzü anladım. Xanım, biz dayandığımız bu məscid haqqında istəyirəm bizə məlumat verəsiniz. Tamaşaçılarımız da bilsin, nəyə görə biz bu məscidin qabağında sizinlə dayanmışıq. Buyurun. Çox gözəl. Birinci Bülbüləyə xoş gəlmişsiniz. Çox sağ olun. Çox şadıq sizin çəkilişinizdə görürük. Çox sağ olun. Bu məscid Ağabala bəy Bakıxanın məscididir. Tikilib 1859-60-cı illərdir. Yəni mən o şəcərəsinin nümayəndəsiyəm. Yəni Doktor Zeybə qızıyam. Yəni onun şəcərəsinin nəticəsi olan. Özü Ağabala bəy Bakıxanı 1840-cı ildə anadan oldu. Bülbülə sakinədir Bülbül. Bu məscid 1925-ci ilə qədər fəaliyyət göstərib. 25-ci ildən sonra fəaliyyəti dayandırılıb. Fəaliyyəti dayandırandan sonra burada corab sexi olub,
Sonra bağça olub. Bağçadan sonra arxitektorların emalatxanası olub. Burada heykəltaraş Fuad Bakıxanov emalatxanası olub. Onların emalatxanası. Ondan sonra bir xeyli fəaliyyət göstərməyib. Və 92-ci ildə bu məscid bərpa olunub. 90-cı illərin əvvəlində bu məscid bərpa olunub. 92-ci ildən söz düşmüşkən məndə baxın bu şəkildə vermişsiniz. Bu da Bakıxanovlar nəslindəndir. 91-ci Qarabağ müharibəsinin şəhididir. Bakıxanovlar nəslinin nümayəndəsidir. Yəni ki, o hərbini 5 barmağı kimi bilirdi. Özünüz bilirsiniz ki, Bakıxanovlar necə hərbiçi olub. Hərbçilər. Ümumiyyətlə necə savadlı insanlar olub. Yəni mənim qardaşımdır. Allah rəhmət eləsin. Ölənlər özü işdir. Yəni 92-ci ildə o həlak olub. Bəs Bakıxanov nəslinin bir şəcərəsi olmaq böyük bir məsuliyyətdir. Təbii. Siz bunu necə hiss edirsiniz və necə bunun öhdəsindən gəlirsiniz bu məsuliyyətin? Bilirsiniz necə? Böyük məsuliyyətdir. Açığı deyim, əvvəl mən heç maraqlanmırdım məscidlə. Çünki nənəm bizə heç nə danışmırdı. O dövrü bilirsiniz də, o bizim üçün qorxurdu. Ancaq ki, bilirik ki, o xeyriyyətçi olub. Burada 79 nömrəli məktəb var, əvvəl 13 nömrəli olub. O məktəbi də Ağabala bəy Bakıxanov tikdirib. Çox xeyriyyətçiliklə çox məşğul olub, hamısını mən deyə bilmərəm. Hal-hazırda bizim Bakıxanovlar şəcərəmiz var. Bütün Bakıxanovları hamısını, yəni Abbasqulu ağa Bakıxanovdan başlamış, yəni Qubaya da gedirik, tarixinə maraqlanırıq hamısının ki, Ağabala bəy şəcərəsi yaşasın. Sağ olsunlar ki, biraz kömək eləyirlər. Yəni orada Səkinə məscidi, Səkinə xanım məscidi bərpa olunur. Çalışırıq. İndi şəcərəmiz var, yığışmışıq. Böyük bir işlə məşğulsuz. Allah sizə ömür versin. Sağ olun. Çox sağ olun. Xeyirxah bir işlə məşğulsuz. Sizə təşəkkür eləmək istəyirəm. Çox sağ olun. Mən əlbəttə ki, fəxr edirəm şəcərəmlə. Bacardığım işi çalışıram, eləyim. İşiniz avanda olsun. Çox sağ olun. Siz çox sağ olun. Çox razıyam sizdən. Çox sağ olun. Xəzər bizim kəndə qonaq gəlibdir. Xəzər bizim kəndə qonaq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Bir çox hekayələrə görə Bülbülə kəndi əvvəllər tamamilə təbiət qoynunda bir yer olub. Burada yaşayan insanlar əkinçiliklə məşğul olmuş, sadə və sakit həyat tərzi sürüblər. Lakin zaman keçdikcə Bakı şəhərinin inkişafı ilə Bülbülə kəndinin də tələbləri artmış və kənd ərazisi şəhərə yaxınlaşmağa başlamışdı. Kəndin sakinləri çox vaxt bu dəyişiklikləri çətin qəbul ediblər. Çünki onların yaşadıkları təbii mühit dəyişib və şəhərin tələbləri kənd həyatına təsir edib. Lakin bir çox hekayələrdə kəndlilər bu dəyişikliklərə rəğmən təbiətə olan bağlılıqlarını qoruyub saxlamağa çalışıblar. Bülbülə kəndində çox vaxt xüsusilə yaşlı nəsil tərəfindən danışılan bir sıra əfsanələr mövcud. Deyilənə görə bu kənddə zamanında çox müdrik və mərhəmətli insanlar yaşayıblar. Onlardan biri kəndin yaşlı bir ağsaqqalı idi ki, o hər kəsə təbiətə və bir-birinə hörmətlə yanaşmağı öyrədibmiş. Bülbülənin keçmişindən gələn başqa bir maraqlı izlə də burada tanış olduq. Kənd sakini bizi görən kimi yaxınlaşdı və sanki illərdir içində qalan bir sirri bizimlə bölüşmək istədi. Gəlin, sizi bir yerə aparım dedi. Onun dalınca yollandıq və az sonra çoxlarının bilmədiyi bir məkana çatdıq. Bu sadə görünən evin illər əvvəl kəndin ilk məktəbi olduğunu özü də bu yaxınlarda öyrənib. Sən demə o vaxtlar bu bina 2 mərtəbəli imiş. Sonralar məktəb bağlanıb, bina sökülüb, yerində isə yaşayış evi tikilib. O divarların arasında bir zamanlar uşaq səsi, əlifba, yeni arzular səslənirmiş. İndi isə orada həyat başqa bir formada davam edir. Amma o illərin nəfəsi hələ də buradadır. Bu ev deməli dövlət tərəfindən 2015-ci ildə bura gəldilər və mənim özümə də məlumat verdilər ki, bu evin 2-ci mərtəbəsində Kəlbələkdə 1906-cı ildə Bülbülədə birinci dəfə olsun məktəb burada açılıb. Bunun deməli 2-ci mərtəbəsi məktəb olub. Babam özü açıb, ev olub ha. Ancaq babamın atasının adı Həcməlik olub. Həcməlik də Zeynalabdin Tağıyevlə dost olublar.
Deməli, Zeynalabdin Tağıyev də bu evdə olub. Yəni, sənət əsasında danışıram, mən öz bildiyimi danışmıram. Deməli, arxivdən sənət tapılıb. Kəlbələklərin haqqında ki, bir-birədə birinci dəfə olsun, 1906-cı ildə məktəb açıb. Zeynalabdin Tağıyevin xahişi əsasında. Deməli, gəliblər, çəkiliş aparıblar. Dedilər ki, biz xeyriyyəçi kimi əleyhdər qələmə verilir, sənəd əsasında. Çəkiliş aparıblar, biz gəlib burada lövhə vuracağıq ki, burada Kəlbələklər birinci dəfə məktəb açdığına görə, xeyriyyəçi olduğuna görə. Kəndin müxtəlif yerlərində fərqli-fərqli tarixi abidələr var ki, onlar ayrı-ayrı zaman kəsiyində tikiliblər. Kəndin cəmaatı isə bu abidələrə xüsusi hörmət bəsləyir. Çünki bu abidələr kəndin qədimliyini sübut eləyir. Onlardan biri də məsələ bu hamamdır. Mən bir çox Bakı kəndlərində bu cür qədim hamamlarda olmuşam. Çoxu illərin yükünü daşıyan daş divarların arxasında susur. Kimisi qıfıllı, kimisi isə sahibsiz və tərk edilmiş. Bu hamam da ilk baxışdan o susqun yerlərdən biri idi. Qapısında köhnə bir qıfıl. Səbəbi isə məlumdur. İçəridəki tarixi qorumaq. Çünki bura təkcə bir hamam deyil, keçmişin izidir. Elə gəlişimdən xəbər tutan kənd sakinləri qıfılı açdılar. İçəri daxil olanda illərin tozuna qarışmış səssizlik qarşıladı məni. Divarlardan, tavanlardan, daşlardan bir köhnə ab-hava gəlirdi, təkcə rütubət deyil. Bu bir zamanlar burada yuyunan, söhbət eləyən, dincələn insanların nəfəsi idi. Bura isti su ilə yanaşı isti münasibətlərin də qaynadığı bir məkandır. İndi isə o səsküy, o canlanma sadəcə xatirələrdə yaşayır. Bu hamamın da öz dili var, öz hekayəsi. Sadəcə onu dinləməyi bacarmaq lazımdır. Mən də dinlədim. Hamamdan sonra buranı boyaxana eləyiblər. Burada 3 dənə rəng, qırmızı, göynək, bir də ağ su. Burada su şulka idi. Motor qoymuşlar. Burada bu hündürlüyündə qalxıb yuxarı. Aşağı idi. Rahat adam keçirdi. Bu oğlu 4 günbəz oldu da bura. İkisi orada olub. O vaxt söktülər buranı, ev tikdilər. Əlzan-bəlzan 2 qardaşın oldu. Ona görə bu qalıb Bəlzanın hamamı. Əlzanın hamamı sökülür. O 4 dənə günbəz olur. O 1 quyu olur. Sonra 2 quyu olur. 3 quyu, 4 quyu. Bu 6-cı quyu, 5 quyu. 5, 6, 7, 8. 7 quyu olur. 8 sonra qoşublar. Direl nəli biz buradan deşib qoşulub 8 olub. 7 quyu deyil. Ən dərin quyu budur. 48 metrə. Bunlar məsələn... O, harası buradır? Bu tərəfə. Buradadır. Elə bil, bu əmmindir həyətdə. Bu bizim qrupda, bizim bu 8 qoşulub bizə. Bu mənim həyətimdədir. Hə. Bir də bayırdır, bu da mənimdir. Bu Vəlicandır. Hə, bu Vəlicandır. Bakı kəndlərini gəzərkən insanı ən çox heyrətləndirən nə təbiət, nə də tikillər olur. Ən çox təsir eləyən kənd cəmaatının ürəyindən süzülüb gələn o təmiz, səmimi qonaqpərvərlikdir. Bülbülədə də bu hal məni qarşıladı. Hər rast gəldiyim insanın baxışında, salamında bir dəvət var idi. Kimisi uzaqdan səsləyirdi, ay bala gəl bir çay çək, kimisi əlində iş olsa da məni görən kimi dayanır, üzündəki gülüşlə deyirdi. Qonağımızsan, yolçuya çay vermədən buraxmaq olmaz. Amma bir ağsaqqal vardı ki, onun sözünün üstünə söz deyə bilmədim. Əlimdən tutdu, gözümün içinə baxaraq dedi, qonağımızsan, çayımızdan içməsən səni buraxmarıq. Bu səmimiyyət qarşısında heç nə demək olmur. Sadəcə gülümsəyirsən və razılaşırsan. Mən də elə elədim. Mən Bakı kəndlərində gəzəndə bir şey var ki, həmişə maraqlanıram. Klassik, tarixi avtomobil görəcəmmi? Kimisi həyətində köhnə bir Pobeda, bir Volga, bəlkə də Zaporojets saxlayır. Bəh. Neçə yaşı var? 75 yaşı var. 76 yaşı var. 6. 49-cu ildir. Orada 60 neçə yaşı var. Biri də var. Onda da 60 neçə yaşı var. Orada 61-də 64 yaşı var. Bu qaz 21-dir, o qaz 20-dir. İkisi də işdəydi. Siz necə oldu ki, qərara gəldiniz ki, bu maşınları alıb saxlayasınız? Həvəsim vardı, o mənim ailəmin üzvüdür, o qaz 20. 20. Hə, o 20 Pobeda deyən. Bu evləri tikilişində, bu qarajın tikilişində hamısında o mənim qardaşlıq eləyib. Bütün materialı, qap pəncərənin zaqatovkasından hamısını o gətirib, evdə ustalığa yığıblar.
daş, sement, əhəng, hər şeyin o daşıyıb. Bu biraz hazırına gəlib, gez gəlib. Bu 92-də gəlib. Bu da gezmək maşını olub. Belə başa düşürəm ki, özünüz də maraqlanırsınız, nəsə ustalıq da eləyirsiniz, hə? Burada bu maşınlar elə bu instrumentin, bunların hesabına gəlir. Bax, stanokdur, najdaqdır, qazasvarka bayırda, elektrosvarka bunun altında. Andropovun vaxtından gizlətmişəm onu, elə bunun altındadır içəridə. Aha, Andropovun vaxtından 80-ci illər. Maşın girdi bura, xəstə, reanimasiyalıq çıxanda qoraq zəyağı ilə gedir. Dəmirçiyəm, sular şişəm mən. Gedək qardaşımız haqqında danışım bizə. Deyirsiniz, mənə qardaşlıq eləyib. İndi də yeriyir bu maşın. Bu da avduyla işlətmişəm. Bu gün bağa gedəcəyik. Buyla? Ha, buyla, ya oyla. Baxır da, elə şey olur ki, buyla gedirəm. Böyük, uzun xalçaca daxaranda, o dal söykənəcəyi çıxardıram. Bagajdan bura 3 metr 20 santimetr gedir. Öyün taxtasını, şalbanın hamısı bunlarla daşımışam. İndi Olar oturum. Niyə olmur? Otur, gör necə yemiş almasındır. Yerləşsəm. Təpəyə düşəndə heç bilinmir. Bax, daha yemiş aldı. Altında amortizasiyalar var. Bu kimin şəklidir burada? Veloqon şifi olmuşam. Boksçuydım, ağacanla zadla boksa gelmişəm o vaxtda. Atam qoymadı, burnum sındı. Bu nədir? Ged raşotu al, ged 17-18. Deyirəm, işləmirəm, orada raşot alım mən. Bir səhər mən axırı ki, çıxartdı, qoymadı. Sonra zavod Leytenant Şmit vardı. Var idi. Orada mən işə getdim zərdim, hələ qaynaqçı oldu vaxtda. Orada velosipedlə qaldım. Avropa birincində iştirak eləmişəm, şəkillərim öydədir, divarda. Bunun açarı hanı bəs? Buradadır. Açarı qoymuram üstündə. Nəticə gəlir, qurdalayırlar. Radio xarab eləyiblər bunun. O da qurdalayıb, bu əsərdir. Zamoka sağ. Göz spor istədi, yox. Oturub mühərriki işə salmaq istədim, ilk cəhdim boşa çıxdı. Qaz ver, dünən sürməmişəm, sürən insanlar. İkinci cəhdi isə və o əfsanə ayıldı. Sanki o da illərdən sonra danışmaq istədi. Amma iş sükanı çevirməyə çatanda heç nə alınmadı. Sanki maşın dedi, sürməməli. Mən artıq xatirəyəm. Qərara gəldim ki, lazım deyil. Birdən əzib bir parça tarixi sındıraram. Sakitcə düşdüm. Satmaq fikriniz yoxdur da. Belə də yaxşı pul verən olsa birini sataram. Yaxşı nə deyirsiniz? Bir 15 min manat versələr buna verərəm. Manat eləməyin də dollar eləyin ki, biraz xeyirli olsun. 12-13 dollar, 12-13 min dollar 15 dollar. Elə versələr. Çünki bu zavatskoydur, pulu verirlər. O Mərdəkanda Rəşid var, tanıyarsınız. O yığır. Bunun noldan yığır hamısını zavatskoy 2 ilə, 3 ilə 60 minə verir. Bunun zavatskoy deyil. Motoru qaz 21-dir. Amma pasportda mühərriyin yeri boşdur. Bu indi biraz yağ yiyir, bir qaz 31-dən almışam, bunu qoyacağım üstünə. Yəni hələ fikriniz var bunu təkmilləşdirəsiniz. Onu çıxardıb bunu qoyacağım, sonra bir də rəngləyəcəm. Özüm rəngləyəcəm. Uşaqlar bunu velosipedlə deyib tızıblar. Belənçinə. Belə açılır. Bagajda açılır. Buradan yükləyir, sonra armatur nə lazımdır? Gedir bağa, dağa, rayona, kolonka, hər şey. Bir də, bax, indi bax. Saatdır, saat. Xaladiyyə kimi bağlar. Daha çox sağ olun. Vaxt ayırdınız bizə. Biraz haşiyəyə çıxacağım. Yadıma düşür, Əmircan kəndində bir ağsaqqal vardı. Kəndinə elə bir şeir həsr eləmişdi ki, hələ də qulağımda səslənir. Sanki o sözlər daş küçələrdə əks-səda verirdi. Qədmidən düz qurulubdur binası kəndimizin. Qədmidən düz qurulubdur binası kəndimizin. Ol səbəbdən düz olub ibtidası kəndimizin. Oxu tarixləri gör ki, nə hekayətləri var. Neçə alimlər olubdur əsası kəndimizin. Neçə eldən, neçə yurtdan köç edib kəndimizə. Yaxşı qardaşları, dost aşinası kəndimizin. Bu xilə kəndinə pərverdigarı rəhm eylə.
Günü gündən çox olar toy sədası kəndimizin. Günü gündən çox olar toy sədası kəndimizin. Dedim, yəni bu bülbülədə tarixi təbiəti, insanı bu qədər zəngin olan bir kənddə, bəlkə də şair ruhlu bir nəfər çıxıb kəndinə bir misra yazmayıb? Olmaz? Oldu. Tapdıq onu. Özünü həvəskar şair adlandırsa da, onun yazdığı şeirdə nə həvəskarlıq, nə də təsadüf var idi. Onun sətirlərində sevgi var və bir də kəndin ürəyindən süzülən səslər. Sanki bülbülə özü danışırdı. Daş divarlar, əsrlərlə yaşı olan ağaclar, hamısı bu şeirdə yerini tapmışdı. Mən də bir kəndin sakinlərindən biriyəm. Mən də hərdən boş vaxtlarımda həvəskar şair kimi şeirlərimi yazıram. Birini də birini deyə bilərəm. Yəni, şeir üç bənddən ibarətdir. Çoxdan yazılmış bir şeirdir. 1993-cü ildə yazılıb. Nə dadlıdır bugün səhər, sərin havası kəndimin. Bülbüllərin xoş nəğməsi yoxdur cəfası kəndimin. Bir tərəfi şor gölüdür, göllərin robaq gözüdür. Qocaların bir sözüdür, aydın səması kəndimin. Rafi deyərsən sən canım, uşaqlıqdan sən laylayım. Bülbülə var, mən yaşayım, vardı sabahı kəndimin. Yəni bu çoxdan yazılmış şeirdir, 1993-cü ildə yazılıb. Şeirdən, şeiriyyatdan söz düşübsə, bülbülədə sözün dəyərini muncuq kimi düzən, piyanonun səsində danışdıran bir sənətkar da var. Siz onu yaxşı tanıyırsınız. Səməd Bülbüləli. Meyxana sənətində öz yolunu özü açan, sözə musiqi kimi toxunan bir insan. Meyxanaçılardan fərqli olaraq piano arxasında öz meyxanaları ilə gündəm olan Səməd. Uzun illərdir efirdən uzaqdır. Amma bax bizdən uzaq ola bilmədi. Tapdıq onu. Biraz xatirə, biraz söhbət və sözsüz ki, biraz da meyxana. Səməd, bülbülədə meyxanaçı olmağın üstünlükləri. Üstünlükləri, valla bir söz, şairlik biraz elə bir şeydir ki, o içdən gələn bir şeydir də. Valla mən o üstünlüklərini deyə bilmərəm, o yağın ki, xiridarlar bizdən yaxşı bilər. Şairlik də ki, o içdən gələn, ürəkdən gələn sözlərdir, ona görə işlədə biləsən. Qalanı da üstünlüklərini yağın ki, xiridarlar siz bizdən yaxşı bilərsiniz, qardaş. Bəs bu dəyişmələrə qarşı münasibətiniz? Əla, qəşəng. Dəyişmək üçün biraz aqressiya lazımdır, əmin ol, biraz belə deyim də. O da sizdə yox. O mənim xasiyyətimdə yoxdur. Mənki belə qədim yoludur, mənki məsəl üçün satiralardır, əl yazmalardır. Allah baba pünhan rəhmət eləsin, Allah Mirzə Ələkbər Sabirə qəni-qəni rəhmət eləsin. Elə deyirsən, sizin küçənin də adı Sabir küçəsi? Yox, Sabir küçəsi o birisi küçədir, bizdə Bəydəmirov gedir. Elə Sabir küçəsi ilə də qonşuyuq. Yəni ki, məndə biraz satiradır, əl yazmalara daha çox önəm verirəm bu dəqiqələrdə. Yəni, bilməm, yaş nə əlaqədar, nə əlaqədar. Bəs yeganə ustadsınız ki, özünüz ifa edirsiniz və özünüz də deyirsiniz. Çünki bu, mən belə başa düşürəm, iki qat yükləyir insanın beynini. Həm qafiyəni tutmaq, həm də ifa eləmək. Çətin bir şeydir, deyim sizə ki, asandır deyil. Yəni, belə məsəl üçün bilsən ki, sintezator orada öz ifasını eləyir, sən burada fikirləşdiyi asan deyə biləcəksən. Bir də ki, var məsəl üçün orada akordu da eləyirsən, özdə musiqi duyumlu adamla xadı akordun birini səhv vurdun, saşıb qalsan orada da başa uçdun. Bilmirsən, sıxemdən çıxırsan, bilmirsən ki, nə bilim, akordu düz vurasan, bilmirsən, sözü fikirləşirsən, ona görə o biraz daha çox çətinlik şeydir də, yaradır. Bəs niyə bunu belə eləməyə başladınız? Biraz qarmonoza da gedmişəm uşaqlıqda. Pianoda da bir-iki dəfə özüm üçün meyxana deyirdim qabaq. Gördüm elə-beləsində daha çox şirin alınır. İstədim bunu izləyicilərə təqdim edeyim də ki, görün, indi mən bəyənirəm, bəlkə siz bunu bəyənmirsiniz. Bəyənməsəydi biz indi bura gəlməzdik. Allah canınızı sağ eləsin, Allah ömür versin. Mən də təqdim elədim, gördüm, mən şükür Allaha ki, yəni, şirin oldu da. Daha çox sosial şəbəkələrdə çalışırsınız, öz qabiliyyətinizi göstərəsiniz. Niyə bəs bu bildiyimiz televiziya verilişləri, müsabiqələr filan? Biraz uzağam, yəni efirlərə də zəng də gəlir, çağırırlar da, məsəl üçün adam yoxdur da, təbiətdə o yoxdur da ki, dedim hə, çıxsın olsun. Bugün kim tanıyır, məsəl üçün şükür Allah, toylarıma... Yəni bu tanınmaqdan çəkinirsiniz ki, küçədə görəcəklər və rahatlığınız... Onsuz da öcək tanıyırlar da, daha öcək bundan qaçılası da öyle, əmin olub, bunu öcək daha tanıyırlar, bundan qaçmaya mümkün deyil. Prosta nə bilməyə, o qədər fikirləşmirik də. İndi Allah haracan məsləhət bilər, orada da olar da. Hədəfiniz?
Nəyə tərəf gedirsiniz? Valla mənim bir düşüncəm var ki, məni tanıyan qoy heç vaxt deməsin ki, ya Səməd Yaxçı şairdir. Qoy düşünlər Səməd Yaxçı insandır, həm şairliyi də bacarır. Mənim düşüncəm budur. Mən yəni bunun üçün yaşayıram həyatda. Sizcə çoxdur belə sənətkar bu düşüncə ilə sizcə? Sənətkar böyük sözdür. Birinci insanlığı maşallah, maşallah. Daha sonra bacarıq. Amma biz hələ böyüklərdən görüb öyrənmişik də, biz yoxsa indi bizi üçün hardan. Biz də onlardan görüb öyrənmişik ki, sənətkar olmaq istəyirsənsə özünü gərək belə aparasan. Səməd, müəyyən bayramlarda bizim xalqımız bir-birlərinə təbriklər göndərirlər. WhatsApp-dan, Telegramdan, sosial şəbəkələrdən. Yeni il bayramı ərəfəsində sən ən populyar ifaçı olursan. O Şaxta Baba meyxanası ilə. Necə oldu bu? O bilsən necə oldu, əmi oldu. Öydə oturmuşam, yenə deyirəm, mənim yəni düşüncəmdə yoxdur da, haçansa bu qədər tanınmaq zadı. Yəni bu heç fikirləşmirdim də. Oturmuşam elə belə öydə qələm gəlib əlimə götürmüşəm, yazıram. Görürəm dalıcanda qəşəng-qəşəng sözlər gəlir, qəşəng-qəşəng fikirlər gəlir. Belə piyaninoda bunu oxudum. Atdım bir dostlarımız var bizim, 1-2 nəfər qrupumuz var. Atdım elə qrupu. Qoqoş bir üstündən elə bir 2 gün keçmişdi. Amma adam deyə mənə yığır. Rasiyacan getdim nə əmi yolu təsəvvür edə. Amerikadan dostlarımız var, Allah canlarını sağ eləsin. Onlar belə mənim özümə göndərlər. Qoqoş sən nə oqqa çıxam? Deyirəm, qoqoş bu sizə necə gəldi? Mənə xəbərim yox idi. Yəni Şaxta Baba 2-ni bir balaca getdik studiyada səs yazma ki təmiz olsun. Çünki cəmaət istədi. Orada sarkazmlar var, orada satiralar var da məsəl üçün. Yəni, gördüm, yayıldı. Daha Şaxta Baba 3-ü daha gedmədim ki, bu da. Yeni il davam edir. Şaxta Baba 4, Şaxta Baba 5 daha olmadı. Novruz 1 ola bilər olsun. Novruzda oldu, prosto o qədər uğurlu olmadı. Novruzda da məsəl üçün bir dənə yazmışdım Koseçinin. Yəni, o qədər də belə deyim də, sənə uğurlu olmadı. Amma ki, Şaxta Baba da partladı. Nəyə görə bax, Şaxta Baba uğurlu olur, Novruz olmur? Ümumiyyətlə, hansısa bir işin uğurlu olub-olmamağı nədən asılıdır? Allah, Şaxta Baba ilə kosa bilər. Sonra adəti üzrə piano arxasına keçdi və sonda Bakı gündəliyi üçün bir bənzərsiz meyxanada dedi. Ay Xəzər bizim kəndə qonaq gəlibdir. Xəzər bizim kəndə qonaq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Bilən bilir bülbülədir ünvanım. Qalan bütün kəndlərə qurban canım. Qalan bütün kəndlərə qurban canım. Tural Əsədov oldu bugün mehmanım. Kəndə eşitmişəm bayaq gəlibdir. Xəbər tutmuşam ki bayaq gəlibdir. Xəzər bizim kəndə qonaq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Kənd cəmaatının kəndçilidir işi. Kənd cəmaatının kəndçilidir işi. Bu barədə hazırla duz verilişi. Bakının gündəligi yadlı çəkilişi. Soruşa soruşa sorağa soraq gəlibdir. Soruşa soruşa soraq gəlibdir. Xəzər bizim kəndə qonaq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Kəndi çəkirsiz yadda qalmaq üçün. Kəndi çəkirsiz yadda qalmaq üçün. Bakının gündəliginə salmaq üçün. Səmətdən müsahibə almaq üçün. Gündüz vaxtı əldə çıraq gəlibdir. Gündüz vaxtı əldə çıraq gəlibdir. Xəzər bizim kəndə qonaq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir. Salıbdı bülbüləyə maraq gəlibdir.